Xalamın yoldaşı dedi ki, bəs mənim bir neçə heyvanım var, mənə kömək elə, bunu mal bazarına çıxardım. Dedim, burada mən ayran sata bilərəm. Belə bir fikir, inanın ki, orada bir ayran satan yoxdur. Həmin gündə bazarda bu içilib atılan boş şüşələri yığdım ki, gələn dəfə ayranı ona yığım, gətirim, satım. Daha sonra qışa çevrildiyində anam piraşki bişirdi, verdi. Qış ayında piraşki satırdım, sonra latariya satırdım, simiska satırdım. O vaxt bilirsiniz, kilo ilə alırdıq, simiskanı qovururduk və s. Mən Elmir Nəcəbov, Soil Parfüm, Çokoport mağazalar və restoranlar şəbəkəsinin qurucusu və təsisçisi. Bərdə rayonunda dünyaya gəlmişəm. Orada yaşamışıq, ailəmiz də orada olub. Bizim Bakı ilə heç bir demək olar ki, əlaqəmiz olmayıbdır. Mən 1-ci sinifdən 4-cü sinifə kimi orada məktəbə getmişəm. 5-ci sinifdən sonra mənim atamın Bərdədə Yarmarka adlanan bir açıq bazar var idi. Hər kəs səhər malını düzürdü, axşam malını yığırdı, qoyurdu ambara, gəlirdi evinə. Belə bir açıq bazar idi. Və oranın malını atam sadəcə həftədə bir dəfə gəlirdi Binədən, həftədə 10 gündən bir də satışa görə gəlirdi Bakıdan alırdı və o Bakıya gələndə bazar hər gün açıq olması şərt olduğu üçün şərt deyəndə, yəni tələb elə idi. Mən atamın yerinə gedirdim, malı düzürdüm. Baxmayaraq ki, yaşım azdı. Demək olar ki, o da mənim üçün böyük bir təcrübə oldu. 5-ci sinifdən mən artıq ticarətin içindəydim. O vaxtın tələblərinə uyğun şəkildə. Və ona görə mən artıq 5-ci sinifdən məktəbdən qopmaya başladım. Amma məktəblə də bağım var idi. Dostlarım, sinif yoldaşlarım var idi. Görüşürdük, eləyirdik. Bəzən yoxlamalarda birisi çağırırdılar, gedirdim, gəlirdim. Dostum 10-cu sinifdə belə bir şey mənə dedi ki, daha doğrusu 9-cu sinifin axırları idi. Elmir, mən universitetə hazırlaşıram. Samir adlı bir dostum var, yaxın dostum da, hələ də dostluğumuz davam edir. Mən bəs universitetə hazırlaşıram. Dedim, universitet nədir? Həqiqətən, yəni çünki yaxın qohumumda, çevrəmdə universitet oxuyan adam yox idi. Çünki dediyim kimi, o vaxtda bir sosial şəbəkə yox idi ki, universitetin nə olduğunu biləsən. Universitet nədir? Bəs Bakıdadır, belədir. Bakıda bilirsiniz, hər bir rayon uşağının xəyalıdır. Bakıya gəlsin, Bakı görsün. Universiteti qoydum qırağa, Bakı eşqinə tutuldum. Bakı eşqinə tutuldum. Məktəbə də onsuz da getməmişəm. Dedim, mən də hazırlaşacağam. Nədir məsələ belə bir şeylər? Dedi, bəs bu müəllim yanına getməlisən, bu müəllim yanına getməlisən, qrup seçməlisən. Bilirsiniz, 1, 2, 3-cü, 4-cü qrup deyə. Mən də riyaziyyatı sevirdim. Ona görə 1-ci qrup dedim. Ki, riyaziyyatı yaxşı bilirəm, fizika ilə aram yaxşıdır. O digər qruplar mənə görə deyil, dillər və s. vardı. Amma bir acı gerçək var idi ki, mən 5-ci sinifdən məktəbə getmirəm. Vurma cədvəlini bilirəm, başqa heç bir şey bilmirəm. Yəni, birinci qrupda da bilirsiniz, Azərbaycan dili, İngilis dili. İngilis dilinin yəni, yaxından uzaqdan bir əlaqəm olmayıb heç vaxt.